İmam Baqir əleyhissalam buyurur ki, Allahın bir behişti var, orada 3 dəstə yalnız məskunlaşar, başqaları deyil. Biri o şəxs ki, öz əleyhinə də olsa haqq hökmü çıxarar. Haqq əsasında hökm çıxarır. Hətta o haqq əsasında çıxarılan hökm onun zərərli olsa, əleyhinə olsa. Bu dəstə xüsusi behiştə qərarlaşar. Və o kişi, o şəxs ki, Allaha xatir qardaşını görməyə gedər, ona baş çəkər. Üçüncü, o şəxs ki, öz qardaşını yaxşı işdə özündən qabağa salar. Yəni fədakarlıq eləyər, isar eləyər. Bu insanlar üçün xüsusi behişt var. Deyir, bu 3 dəstə yalnız orada qərarlaşar. Bir də fədakarlıq eləyən insanlar da Allaha xatir. Fədakarlıq etməkdə önəmli şərt ixlasdır. Xalisanə Allah üçün o işi görməkdir. Həm Allahın sevimlisi olar insan, həm xalqın sevimlisi olar belə bir insan.